4 adet aspirin həll edirsən suda. Sonra üzərinə əlavə edirsən bir yumurta sarısını. Sonra üzərinə əlavə edirsən soda. Qarışdırırsan. Hamısını dediniz də. Ağardıcı effekt verir. Soda çox nə gözəl. qədər əlavə edirsən? Sodanı. Soda bir xörək qaşığı. Olacaqlar xəyyam kimi ağappaq. Onu özüm başdan mən bildim ki, valideynləri həkimdir. Bir də bu həkimlər göçək oğlan yaratmayacaq. Kim yaradacaq? Yəni onun üçün zavodskoy deyirlər. Onun anadan gəlmədi, ona ehtiyac yox. Yəni dediyim odur ki, üzü yuyursan, qurudursan və piling kimi də çox gözəl effekt verir. Kətan toxumunun onu suda hazırlayırsan, çox gözəl. Sonra yağlayırsan, üz dərisinə vurursan, üz dərisini hazırlayır. Çox üzün dərisi ağarır, ləkələr gedir. Elə bir gəncləşir üz dərisi. Zərifə xanım da ona görə razılığını eləyirdi. Sağ olsun, layihə rəhbərimiz. Sağ olsunlar, Allah var eləsin. Ümumiyyətlə, bugünə qədər mən bilirəm ki, elə klinikanızda baş ağrı ilə bağlı nə qədər müraciət edənlər var. Bu bayaq biomasaj sistemindən danışdıq, stomatologiya, zobla bağlı nə qədər müraciət edənlər var. Bax. Ya bizdə Anar bəy çox gözəl laboratoriyamız var. Yüksək səviyyəli Fatma doktor əslində Naxçıvanlı çox peşəkar bir həkimdir. Eyni zamanda stomatoloq həkimimiz dediyim Gülnar xanım İmamquliyeva, o da artıq xəstələrin hörmətini qazanıb. Bizdə o təbii müalicələr öz yerində. Bizdə ağrı ilə müalicə bizdən başqa Azərbaycanda demək olar ki, heç yerdə yoxdur və ağrı ilə müalicə böyük məsuliyyət istəyir. Həm də o ağrı zəli sahəsində də ölkədə beynəlxalq sertifikata malik adam mənəm. Onun hesabına miqrenə görə məni Dünya Çin Təbabət Konfederasiyasının üzvü seçiblər. Keçmiş seridən, Türk dünyasından orada mənə və Yaponiyanın Beynəlxalq Oizka Təşkilatının üzvüyəm. Bundan başqa UNESCO Xalq Yaradıcılıq Təşkilatının ənənəvi tibbin Azərbaycan bölümünün rəhbəriyəm. Bunlar hamısı o dediyimiz təbii sulları birləşdirmə. Ancaq mən həkiməm. İndi biri gəlir qan təzyiqindən təzyiq aparat göstərmir, təzyiq ölçən aparat. İstənilən an beyninə qan sıza bilər. Mən həkiməm, təcili, təbii ki, onun adını deməyəcəm dərmanın. Təcili damarını, gör neçə ilin həkimiyəm, damarına həmin iynəni vurdururam, o dərmanı yeridən kimi düşür, normallaşır və ondan sonra da zəlin qoy, neyinirsən. Elə şeylər var ki, o vəhdət təşkil edilməlidir. Yəni, müasir tibblə, ənənəvi tibb vəhdət təşkil edilməlidir, yoxsa mümkün deyil. İndi o bir yerdəki qan durulducudur, insanlar içir dünyada hər yerdə 40 yaşından sonra. Onu bir gün kəsən kimi qan yenə qatılaşır. Mən təhlif edirəm, deyirəm, ürəyi açıq əməliyyat elədənlər, stent qoyduranlar, qan təzyiqi olanlar, stenokardiyası və infarktdan sonraki vəziyyət olanlar, zəli qoydurun, 6 ay qanın duru qalsın. Və yaxud insanlar bir gün yatırlar, yuxuludurlar, yaddaşsızdılar. Niyə qan tez qatılır? Bu bir bəladır qan qatılaşması. Trombə şərait yaradır, infarkta, insulta şərait yaradır. Zəlin qoyursan 6 ay rahat yaşayırsan. Bir də bizdə yenə deyirəm, ən bu dəqiqə diqqət yetirdiyimiz fizioterapiya kabinetidir. Çünki insanlar o təbii müalicənin içində istəyir ki, gələ o müxtəlif həm üz dərisi gözəlləşə, həm də artıq piylərdən azad ola, çəki normallaşa, dəri gözəlləşə, həm də böyük uşaqlarda skalyoz, kifoz, lardoz və çox miqdardadır. Yəni fəqərarası sinirin yırtığı, sıxılması. Yəni bütün hamısını ona görə Amerika istehsalı olan çatanaq aparatı, kombayn aparatı qoymuşuq. Hər şey içərisində var. Hər şey. Ayaq altında olan